siz ən gözəl mükafata, Grand Prix mükafatına layiq görüldünüz. Bugün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elə Aşıq Samirənin də rəhbərlik etdiyi, bax bu Aşıq kafedrasında siz pedaqoji fəaliyyətlə məşğulsunuz. Elə özünüz də həmin universitetin, həmin kafedranın yetirməsiniz və tələbə idiniz, orada oxuyurdunuz, indi isə tələbə yetişdirirsiniz. Necə bir hissdir? Vallahi deyim ki, böyük zəhmət ilə ucaldı elm. İnandıq həmişə biz müəllimə. Müəllim adına söz yazan Aşıq söylə, qəhətdirmi söz müəllimə? Onun hər sözü ilə artıb sənətim, adına bağlıdır adım, şöhrətim. Düşüb ağırlığım, hər əziyyətim, bir ata-anama, 100 müəllimə. Eli ucaltmayan özü ucalmaz, şagirdlik görməyən müəllim olmaz. Əhmədə ustaddan qalan şeir, saz, daima borçluyuq biz müəllimə. Köçən ustadlarımıza Allahdan rəhmət diləyirəm. Mənim ilk ustadım Aşıq Əhməd Rüstəmov olub və Aşıq Əhlimanı da mən buradan mənim ustadımı salamlayıram. Mənim Mədəniyyət və İncəsənət Universitetində ilk müəllimim olub. Zaman elə gətirdi ki, mənim bakalavr təhsilim 4 il təhsil aldığımdan sonra Mədəniyyət və İncəsənət Universitetində, daha sonra Samirə xanımla, magistraturada Samirə xanımla dərs aldım. Ancaq mən sizə deyim ki, həm xoşdur, həm məsuliyyətlidir. Ancaq həmişə mən o müəllimlərimin yanında yenə də tələbəçiliyimi həmişə hiss eləyirəm və arzu edirəm ki, o hiss məndən heç vaxt itməsin. Çünki həqiqətən də bugünkü gün Mədəniyyət və İncəsənət Universiteti, mən salamlayıram Aşıq Sənəti Kafedrasını, başda hörmətli rektorumuz Ceyran xanım olmaqla, Samirə xanımı və digər sənətkarlarımızı salamlayıram. Mən o sənət camiyyəsindən deyilir, onların əllərindən su içmişəm mən. Bəli, onların məktəbini davam etdirirsiniz. Bugünkü gün mən özümü çox şərəfli hiss edirəm ki, elə gözəl sənətkarların yanında bugünkü gündə həm də öyrənməkdəyəm.